Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək və reporta açıqlamasında Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov belə deyib. O, Azərbaycanın ötən gün sülh sazişinin mətni üzrə prosesin yekunlaşması bəyanatına istinad edərək vurğulayıb ki, proses bu istiqamətdə irəliləyir və Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Ermənistan növbəti mərhələdə öz konstitusiyasında müvafiq dəyişiklik eləsin, Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırsın. Həmçinin bu müddət ərzində münaqişənin həlli ilə məşğul olmuş ATƏT Minsk qrupunun ləğv edilməsi üçün Azərbaycanla birgə həmin təsisata müraciət də edəcək və iddialara gəldikdə həqiqətən də sazişin son iki maddəsindən birində tərəflər sülh sazişi imzalandığı təqdirdə beynəlxalq məhkəmələrdə bir-birinə qarşı qaldırdıqları iddiaları geri çəkməyi öhdəliklərinə götürüblər. Və bu, hazırki sazişdə öz əksini tapıb. Biz bunu nəzərə almalıyıq. Artıq top Ermənistan tərəfindədir və biz onların növbəti mərhələdə atmalı olduqları addımları gözləyirik. Hazırda Xarici İşlər Nazirlərinin görüşü nəzərdə tutulmayıb, amma beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların aradan qaldırılması sülh sazişində öz əksini tapıb. Bəndlərdən biri bununla bağlıdır və həm Azərbaycan, həm də Ermənistan bu müstəvidə də razılığa gəlib.